Dünyanın ən asan hazırlanan bamya reseptini sizlərlə bölüşürəm. Çox ləzzətlidir, alınmama ehtimalı yoxdur. Gəlin keçək reseptə. Reseptə keçmədən öncə mənə dəstək olmaq üçün videonu bəyənib sevdiklərinizlə bölüşməyi unutmayın. Bir qazanın içərisinə 400 ml su, 3 stəkan da şəkər tozu əlavə edirik. Stəkan ölçüsü 200 ml. Daha sonra bir tavanın içərisinə 50 qram yağ əlavə edin, 2 stəkan da su. Şərbətin də içərisinə limon suyu sıxmağı unutmayın. Ardınca tavanın içərisinə 1 çay qaşığı duz, 1 çay qaşığı şəkər tozu, 1 yemək qaşığı da limon suyu əlavə edib qarışdırın. Su qaynamağa başlayanda 2 stəkan un əlavə edin və başlayın topaq qalmayana qədər taxta qaşıq və yaxud da belə bir spatula ilə xəmirin tez soyması və heç topaq qalmaması üçün əlimlə isti-isti yoğurdum. Xəmir soğuyandan sonra 3 ədəd yumurtanı yavaş-yavaş əlavə edin və qarışdırmağa başlayın. Sıxma torbasını 2 qat elədim ki, partlamasın. Belə xəmiri əlavə elədim və ulduzlu başlıqdan istifadə etdim. Soyuq yağın içərisinə istədiyiniz ölçüdə bamiyələri kəsin. Yağın bir daha soyuq olduğunu qeyd etməliyəm. İsti yağ əlavə eləsəz, bamiyələriniz alınmayacaq. Qarışdırmaq üçün tələsməyin, ara sıra tavanı belə çevirin. Görsəz ki, bir üzü qızarıb, başlayın digər üzünü də qızartmağa. Kağız dəsmal sərilmiş bir qabın üzərinə əlavə edin ki, bamiyələr yağını çəksin. Mən hər iki boyda etdim. Normal mağazalarda necə satılır, bir də kiçik boyda. Hər ikisi çox ləzzətlidir. Şərbətini də biraz ilıq olandan sonra soyuducuya qoyun ki, buz kimi şərbətlə bamiyəni qovuşdurun. Belə daha xırçıltılı olacaq. Bamiyənin məndə yeri tam bir başqadır. 2016-cı ildə yuxuda hər gün yaşlı bir qadın görür. Həmin qadın əlində şirəli bir şirniyyat gətirib mənə yedizdirirdi. Amma bu şirniyyatın bamiyə olduğunu mən bilmirdim. Ta ki, bamiyə ilə qarşılaşana qədər. Bir gün evimizə bir qonaq gəlir və əlində bamiyə gətirir. Onda anama dedim ki, həmin qadının yuxuda mənə yedizdirdiyi şirniyyat bu idi. Düşünün, hər gün yuxudan duran kimi ürəyim bu şirniyyatı istəyirdi. Amma yuxuda hansı şirniyyatı yediyimi bilmirdim. Siz də hazırlayın, nuş edin, özünüzə yaxşı baxın, hələlik.